Böyrək ağrısı ilə bel ağrısını necə ayırd etmək olar? Əgər ağrı belin ortası, yaxud da ki, onurğa sütununa yaxın hissədədirsə, əyləndə, qalxanda, oturub duranda ağrı artırsa, masaj etmək və uzanmaq ağrını yüngülləşdirirsə və bu ağrılar ayağa vurub uyuşma yaradırsa, deməli bu bel ağrısıdır. Yox, ağrı belin yan hissələrində hiss olunursa, sızıldayırsa, uzananda keçmirsə, yaxud da ki, güclü dalğa kimi gəlib qasıq nahiyəsinə yayılırsa, bu böyrək mənşəli ağrıdır. Böyrək mənşəli problemlərdə ağrılarla yanaşı sidiyə gedəndə yanma və göynəmə hissi, tez-tez sidiyə getmək istəyi və sidiyin rənginin tündləşməsi halları da olur. Əgər böyrək mənşəli bu kimi problemlərdən əziyyət çəkirsinizsə, bitki tərkibli Diurenes tabletlərindən istifadə edə bilərsiniz. Diurenes bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində qızılçətir otu, livistik kökü və rozmarin yarpaqlarının ekstratı var. Bu bitkilər böyrəklərdə qan dövranını yaxşılaşdırır, antimikrop, yəni iltihab əleyhinə təsir göstərir, daşların yaranmasının qarşısını alır, sidik ifrazını yaxşılaşdıraraq sidik yollarında yaranan spazmı da azaldır. Diurenes qəbulundan sonra bədəndə, ayaqda və üzdə olan şişkinlik azalır. Sidiyə getmə zamanı yaranan göynəmə və ağrılar da yoxa çıxır. Poş istehsalı olan Diurenes tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.